Mən Qusar şəhər 4 saylı tam orta məktəbinin 6D sinif şagirdi Şeydayeva Sara. Bugün mən sizlərə 9-cu Karlın Hakimiyyət Tarixçəsi adlı kitabı tanıtmaq istəyirəm. Bu əsərin yaradıcısı Prosper Mermedir və bu əsər 9-cu Karlın Hakimiyyət Tarixçəsi adlı əsər də Prosper Mermenin yeganə tarixi romanıdır. İndi isə gəlin mən sizə əsər haqqında qısa bir məlumat verim. Bu əsər 9-cu Karl adlı məşhur imperatorun dövrünü və onun necə bir hökmdar olduğunu araşdırır. Bu araşdırmağa kömək edir yəni. Bu əsərdə Karlın rəhbərliyi, onun dövründə siyasi vəziyyət təsvir edilir. Bunu fərqli formada şərh etsək əgər, 9-cu Karl 8-ci əsrin sonu və 9-cu əsrin əvvəllərində Almaniyada çox böyük və güclü bir imperiya qurmuş hökmdar idi. O yalnız Fransanın deyil, həm də Almaniya və İtaliya ərazisinin bir qisminə hökmranlıq edirdi. Prosper Merme bu əsərində 9-cu Karlın həyatını və onun hökmdarlıq illərini araşdırır. Əsərdə 9-cu Karlın rəhbərlik xüsusiyyətləri və onun imperatorluğuna necə qurduğuna dair izahlar verilir. O dövrdə Almaniyada bir çox krallıqlar və dövlətlər var idi. Karl da bu krallıqları və dövlətləri birləşdirərək böyük bir imperiya qurmağa müvəffəq olmuşdu. Əsər haqqında qısa bir məlumat olaraq bunu verə bilərəm. Ancaq bunu da qeyd etmək istəyirəm ki, bu əsər şagirdlərin tarixi həm də siyasi proseslər haqqında dərin biliklər qazandırır. Əsər məktəb dərsliklərində də tədris oluna biləcək bir kifayət qədər məlumat genişdir. Bu əsərdə faydalı bir mənbədir qısacası. Hər kəsə bədii kitab oxumağa tövsiyə edirəm. Niyə deyə soruşsanız əgər, çünki bədii kitab oxuduqda insanın dili, inkişafı və ən çox da ki, dünya görüşünü artırmağa kiçik bir dəstək olur. Bunun üçün hər kəsə kitab oxumağı tövsiyə edirəm. Dinlədiyiniz üçün çox sağ olun.